Xəzər rayon polis idarəsinin əməkdaşları Yevlax rayon sakinləri İlhamə Olimadze və Turanə Əhmədovanı şübhəli şəxs qismində saxlayıb. Müəyyən edilib ki, bu şəxslər ayrı-ayrı vaxtlarda Qala qəsəbəsində vətəndaşlara məxsus mənzillərə daxil olaraq ev sahiblərinin etibarından sui-istifadə etməklə oğurluq ediblər. Əhmədova Turanə Arif qızı özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə avqustda 07 avqust 2015-ci il tarixdə səhər saatlarında tanışı Olmadze İlhamə Bəbir qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xəzər rayon Qala qəsəbəsi Yeni Qala yaşayış sahəsində Ələskərli Tamella Tucuq qızına məxsus yaşayış evinə qanunsuz daxil olub, həmin evin yataq otağındakı şkafdan 1000 manat dəyərində qızıl zinət əşyaları gizli yolla talayıb oğurlamışdır. Təkrarən 02 yanvar 2016-cı il tarixdə günorta saatlarında Xanməmmədova Solmaz Nəsrəddin qızına məxsus Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsi Sabir küçəsi 22 ünvanda ümumi dəyəri 1000 manat olan qızıl zinət əşyaları və 600 manat nəqd pul oğurlamaqla ümumilikdə zərər çəkmiş şəxsə 1600 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişlər. Saxlanılan İlhamə Olimadzenin sözlərinə görə həm yerlisi ilə Bakıya əkin işləri ilə məşğul olmaq məqsədi ilə gəlib. Əlbəttə ki, istəyirdim burada qalmağa, balalarımı gətirməyə, başıma yığmağa, yəni balalarım orada təkdir, ataları da türmədə, yəni gəlib burada işləyib balalarımı saxlayacaqdım da, mənə ayrı bir yola Allah eləməsin bir səhvliyim yoxdur. İlhamədən fərqli olaraq 26 yaşlı Turanə Əhmədova Yevlaxdan çıxıb şəhərə gəlməsinin səbəbini ikinci həyat yoldaşından küsməsi ilə izah edib. Yox, yoldaşımla bir aydan çoxdur ki, danışıram, küslüyük biz. Mən isə kirayə ev soruşurdum, gəlib burada işləyim. Tanımadığım bir yerdə, nə deyim, ev idi. Qapıdan döydüm, eşitmədilər. Sonra mən pəncərə döydüm, xanım çıxdı. Mən də həyətdə ayaqlarımı təmizləyirdim. Bir də qız soruşdu ki, bizə kirayə ev lazımdır. Yəni biz Bostanda işləməyə məskədi ilə getmişdik. Bu şəxslərin ötən ilin iyul ayında 1, bu ilin yanvar və fevral aylarında isə 2 oğurluq faktlarında iştiraki sübuta yetirilib. Ümumilikdə vətəndaşlara 7000 manatdan artıq maddi ziyan dəydiyi bildirilir. Zərər çəkənlər Tamella Ələskərli, Solmaz Xanməmmədova və Elçin Məmmədov üzləşmə zamanı saxlanılan şəxsləri tanıdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir. Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsinin Azərqaz İstehsalat Birliyində Nardaran qəsəbəsi